Avqustun 15-dən etibarən bu metro stansiyaları fəaliyyətini dayandırır. Diqqətli olun. Bəs nə şəkil olacaq, ona nə əvəz eləyəcək? Buna bağlı xəbər diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, 4 avqust tarixli məlumatımız isə belədir. Avqustun 15-dən qırmızı və yaşıl xəttlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir və bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Məlumatda bildirilir ki, məhz 10-11 aylıq tikinti müddətinə qatarlar Nizami və 28 may arasında fəaliyyət göstərməyəcək. Lakin qeyd olunur ki, həmin müddətdə 28 may stansiyası bağlanmayacaq, çünki İçəri şəhər və Həzi Aslanov xəttində hər hansı bir dəyişiklik olmayacaq deyə məlumatda bildirilir və maraqlıdır ki, bu tarixdən etibarən, yəni ayın 15-dən sonra həmin istiqamətdə fəaliyyət hansı şəkildə bərpa oluna bilər, hansı avtobuslar məhz fəaliyyət göstərəcək, bununla bağlı xəbəri də diqqətinizə çatdırırıq. Belə ki, Ayna tərəfindən, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və gediş haqqı 60 qəpik təşkil edəcək. Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06-dan gecə 00-dək davam edəcək. Yeni ekspres xətləri isə M1 metronun Elmlər Akademiyası və 28 may stansiyaları arasında, M2 metronun inşaatçılar Nizami və 28 may stansiyaları arasında, M3 metronun 20 yanvar Nizami və 28 may stansiyası arasında, M4 metronun 20 yanvar və Koroğlu stansiyaları arasında, M5 metronun 20 yanvar və Gənclik stansiyaları arasında və eləcə də M6 metronun Elmlər Akademiyası və Gənclik stansiyaları arasında. Bundan əlavə 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlarda avtobusların sayı artırılacaq və intervalı aşağı salınacaq. Metronun bağlanması müddəti ərzində əlavə tələbat yaranacaq. Marşrutlarda avtobus sayının artırılması da nəzərdə tutulur. Sərnişinlər alternativ marşrutlar barədə məlumatı isə məhz Ayna Maas tətbiqi vasitəsilə əldə eləyə bilərlər. Qeyd eləyək ki, layihənin icra müddətində metronun təkrar edilir 28 may 20 yanvar İnşaatçılar və Elmlər Akademiyası stansiyalarının qarşısında könüllülər sərnişinlərə dəstək göstərəcəklər və bəli, ayın 15-dən etibarən məlumatı diqqətinizə çatdırdıq və həmin istiqamətə hərəkət edən sərnişinlər də bundan sonraki istiqaməti də məhz bu şəkildə dəyərləndirə bilərlər.